Deməli, söz önlü testlərinə baxaq. Burada çətinliklər çəkibsiz. Çünki biraz bu testlərdə bizə tərcümə lazımdır. Deməli, birinci, the officer was so angry that he asked me questions waiting for. Wait-i 100% bilirik ki, for ilə işlənir. Deməli, bizə üçüncü boşluqda for olan variant lazımdır. Ofdur. Burada boşluqdur, getdi. Boşluqdur, ofdur. Cavab deməli C-dir. Gəlin baxaq yenə. Deyir ki, zabit elə acıqlı idi ki, məndən sual arxasınca sual soruşdu. Yəni sualdan sonra sual soruşdu. Questions after questions. Without waiting, gözləmədən. Cavabı deyir gözləmədən. Without waiting, gözləmədən. C bəndi. My son did the job alone. Turning to me, turn to ilə işlənir. For help, kömək üçün mənə çevrilərək. Deməli, mənə çevrilmədən deyir, oğlum özü tək başına mənə çevrilmədən, without turning to me, tək başına işini elədi. For help, kömək üçün çevrilmədən öz işini etdi. 52-yə baxırıq. Deməli, Buckingham Palace, the main attraction, əsas attraction'dır in London, Londonda. Deməli, viziti görürük burada. Deməli, bizə birinci in olan lazımdır. Bu cavab getdi. Visit demişəm ki, isim olsa to qoyardıq, isim deyilsə boşluq qoyuruq. Deməli, bura boşluqdur. In ilə başlayıb boşluqla qutaran C bəndidir. Deməli, popular places of tourists, turistlərin məşhur yerləridir. One of the, ən məşhur yerlərindən biridir. Deməli, cavab burada C bəndidir. Yəni, sırf heç bəzən tərcümə edəcəsi yoxdur. Bəzi testlər rahatlı seçirik. Məsəl üçün, last week gördüm. Deməli, axırıncı çıxaq olmalıdır. Last varsa, zaman mənalı söz varsa, axırıncı boşluq olur. Axırıncı boşluq olan variant 1 D-dədir, 1 də B-dədir. Deməli, 3 dənə variant getdi. Sonra davam edirəm bura. Biznes səyahəti. Mən sizə demişəm ki, əgər səyahət sözlərini görürsünüzsə, onları onunla götürün. Deməli, variant onunla başlayıb, boşluqla qutarır. Cavab deməli B bəndidir. To London. Gəl yerinə qoyaq, baxaq görək otururmu mənə. Deməli, mənim qardaşım went away, ona business trip, biznes səyahətinə getdi. Haraya? Londona getdi. Nə vaxt getdi? Keçən həftə getdi. Qardaşım keçən həftə deməli Londona AE istiqamət bildirir. Ona görə to qoyduq. Əgər məkan bildirsəydi, Londonda, harda desəydi, in qoyardıq. Deməli, biznes səyahətinə getdi. Deməli, cavabı düzgün tapmışıq. Baxırıq 53-cü testdə. Leftdən sonra biz demişik ki, ya boşluq olar, ya da for olar. Baxın, heç biri də boşluq yoxdur. Deməli, birincimiz bizim fordur. Left for Paris. Birinci for olan variantı saxlayırıq. Bunlar getdi, bunlar getdi. Parisə getdi. Bir həftəlik getdi. For a week deyilmi bu? Bir həftə üçün getdi. For a week. Və in some days, bir neçə günə geri qayıdacaq. Cavab C bəndidir. İndi burada sizə bir şey deyim. For a week bir həftəlik deməkdir. Bunu əzbərləmişik. Bir neçə günə qayıdacaq. Baxın, bu gələcək zamanda in üstə gələk, rəqəm üstə gələk, zaman bildirən bir söz varsa, burada rəqəmi yerinə some filan da ola bilər də. Bu zaman o gələcək mənanı bildirir. Bir neçə günə. Həmin bu o birləşmədir. In some days. Sonra 55-ə baxırıq. Deməli, the visitor went quickly. Deyir ki, ziyarətçi cəld şəkildə oturma otağına məğara bilər. Oturma otağından ya giribdi, ya da çıxıbdı. Şilyapasından, bir əlində şilyapası ilə. Bir əlində deyəndə in her hand deyirik. In one hand. Deməli, burada in olmalıdır. Deməli, burada da gəlir, deməli, qonaq otağının içərisinə gəlibdi, oturma otağına giribdi. Biz hissət şilyapası ilə, əlində şilyapası ilə, onda belə olur. Ziyarətçi əlində şilyapası ilə oturma otağına cəld bir şəkildə getdi. Deməli, buna baxırıq. Deməli, baxın, burada bizim dəqiq bildiyimiz nədir? Bus stop var, avtobus dayanacağı. Bu 100% ətlə işlənir. Gəlin, ikincidə ət olanları tapırıq. Burada niyerdi getdi. Burada ət var, burada ət var, burada ondu getdi. Deməli, 2 variantımız çıxıbdı. A ilə B getdi. Deməli, deyir ki, the man got. Get fe'linin keçmiş zamanıdır. Deməli, bu avtobus dayanacaqda stud eləyib, gözləyibsə, onda bu burada maşından düşdü demək istəyir. Deməli, kiçik nəqliyyatlardan da düşəndə get out of deməliyik biz. Baxın, bu ola bilər. The man get out of the car. Kişi avtobusdan, maşından düşdü. And stood at the bus stop. Və avtobus dayanacağında dayandı. Trying to decide in which direction to go və qərara almağa çalışdı ki, haraya gedəcək, hansı istiqamətə gedəcək. In which burada hara, V-yə bərabərdə hara mənasını verir. Yəni, haraya gedəcəyini qərara verməyə çalışdı. Cavab elə C bəndidir.
Baxırıq 57. 57 asan bir testdir. Baxın catch feili var. Burada da reach feili var. Bunlardan sonra söz önü istəmir. Deməli, time da in ilə işlənir də. In time və yaxud da on time. 2 dənə boşluq, in olan cavab C bəndidir. Deməli, the children passed a famous picture painted on an old artist without stopping to look at it. Ona baxmadan look at olacaqdır. Deməli, uşaq pass by məşhur bir rəsmin yanından keçdi. Hansı ki, bu da yaşlı rəssam tərəfindən çəkilmişdi və onun yanında, yəni belə deyilirdi əslində. Deməli, uşaqlar deməli dayanıb baxmadan yaşlı rəssam tərəfindən çəkilmiş, deməli məşhur şəkli yanından ötüb keçdilər. Pass by ötüb keçmək. Deməli bizə lazımdır by at. Varmı görək? Səhv də ola bilər. Cavab Y bəndidir. Bəli var. Pass by yanından ötüb keçmək. Sunday morning həftənin günlərinin yanında demişəm nə olur olsun 10 işlənir. Ona görə birinci 10'dur. Taksi ilə ola bilər. By taxi ola bilər. Draw up to the station. Elə budur, düz tapmışam. By taxi. Dedim ki, nəqliyyatların qabağında artikel yoxdursa by qoyuruq. Sonra on Sunday. Deməli, bazar günü səhəri ailə deməli taksi ilə stansiyaya sürdü. Draw up to the station. Stansiyaya istiqamət bildirir. Cavab Y bəndidir. Baxırıq 60-cı testdə. Burada bir explain görürük və explain to ilə işlənir. Burada da late görürük. Late for ilə işlənir. Deməli to for. Gəlin axtaraq variantlarla işləyək. To for burada da var. Burada da var. Axırda boşluq da var. Baxaq. Miss də özündən sonra heç nə istəmir. Ona görə 60-cı testimizdə olur C bəndi. Explain to ilə işləndi, late for ilə, miss isə boşluqda işləndi. Baxırıq 61-ci testdə. The children sat, skamerkada əyləşibsə 10 the bench olur. Bu 100%dir. Birinci 10 olan lazımdır bizə. Bunlar getdi. And watch the little boats. Balaca qayıqlara baxdı. Harda baxdı? Suyun üzərindəki qayıqlara baxıbdı da. On the boat. Elə budur, B bəndidir. Baxın, onunla olan 2 dənə cavab var. Burada underdır. İndi baxın, under the water suyun altındakı balaca qayıqlara baxası deyil ki, suyun üzərindəki balaca qayıqlara baxıb. Deməli, B bəndidir. Burada watch-u boşluq şəklində buraxırıq. 62-yə baxırıq. Bu biraz tərcüməyə ehtiyac var. Biraz diqqətli olmaq lazımdır, amma asandır. Deməli, deyir 11-ci əsrin başlanğıcından deməli 14-cü əsrə kimi, əsrin başlanğıcına kimi belə bir məna verməlidir. Deməli, from the beginning, bax, başlanğıcından 11-ci əsrin, in of the 11th century, up to ilə işlənir, up to the, deməli, 14th century. Deməli, nə deyir? 11-ci əsrin başlanğıcından 14-cü əsrə qədər İngiltərədə çoxlu dillərdə danışılıbdır. Cavab varmı? From, of, to. Cavab C bəndidir. Deməli, bu up to-nu yadda saxlayın. Həmişə belə bir şey var. Up to. Qədər. Sonra 63-ə baxırıq. World varsa in the world olmalıdır. Belə düşünürəm ki, 63-də. Deməli, in the world, dünyada. Bağışlayın. Aha. Dünyada in the world olur burada. Moscow is one of the largest cities in the world. Moskva dünyadakı ən böyük şəhərlərdən biridir. Əhalisi ilə. 8 milyondan daha çox əhalisi ilə. Deməli, in the world. Bunu çıxıram, bunu çıxıram, bunu çıxıram. Əhalisi ilə. With a population of more than 8 million. 8 milyondan çox əhalisi ilə. Deməli, onda cavabım olur in, with, bir də of. Cavab D bəndi. With population əhalisi ilə deməkdir. With a population. 64-cü testə baxırıq. 64-də please tell me how to spell this word. Zəhmət olmasa bu sözü necə tələffüz edəcəyimi mənə söylə. Baxın, birbaşa obyekt gəlibdir və tell özündən sonra sözünü istəmir. To istəmir. Ona görə C götürürük. Amma talk, speak, say, explain özlərinə sonra to istəyir. Can you yenə tell me mənə söyləyə bilərsən ki, çünki baxın obyektin qabağında to yoxdur. Ona görə o da elə tell götürürük. 66 ilə davam edirik. To go abroad. Abroad xarici deməkdir. Bu sözünü sevmir. Bir düzgündür. To arrive to home olmalı deyil. Home artıq sözünlərini udur. Reach to ilə işlənməz. Laugh at somebody. Kiməsə gülürsən, yəni ət yeyib gülürsən demişdim sizə. Approach sözünü sevmir. Cavab 1, 4, 5-dir. B bəndi.
67-də to live abroad, bu düzgündür. Yenə abroad sözünü sevmir, approach sözünü sevmir. Arrive to the station, leave for London, Londona yola düşmək, bu düzgündür. Reach də sözünü sevmir, düzgündür. Arrive at the station olur. Çünki arrive ya ətlə ya inlə işlənir. Kiçik məkanlarda station kiçik məkan olduğu üçün ət qoymalıyıq. Cavab 1, 4, 5 B bəndidir. To read in the original, orijinaldan oxumaq. Bunu keçmişik sizə. To cut in by a knife, yox, with a knife. Bıçaq ilə kəsmək. Çünki by'dan sonra artikel olmalı deyildi. By knife olmalıdır. Sözü qoyun görüm yaza bilirəmmi? Knife. Sonra go by train, enterdən sonra sözünü istəmir. Deməli, mən buradan 4'ləri çıxıram. Sonra 2'ləri də çıxdım. 1, 3'dür də cavab 1, 3. To go by train. Go by train-i niyə düz götürürəm? Çünki dedi, yaxın nəqliyyatların qabağında by qoyuruqsa artikellarımız düşür. O da düz veribdir. 3, bir də 1. Sonra baxırıq 69-cu testdə. Take part in-lə işlənməlidir. Take part in. Bunu 100% əzbərləmişik. Burada həftənin günü də 10 olmalıdır. In 10 olan variantı tapırıq. Cavab nədir? 7. In 10. Next week-də sözünü sevmir. Sonra baxırıq stay. Baxaq bircə dəqiqə. Such a hot day. Bax, day var. 10 such a hot day. İkincisi 10 olan lazımdır bizə. Baxın variantlara. Bacid. Baxaq yenə də. Deməli, amma deyirsiniz ki, çətinlik çəkmiş. Əslində tapa bilərdiniz. Bax, stay in town, şəhərdə qalmaq. Went to the country, ölkəyə getmək. We go to the country. Bu da istiqamət bildirir üçün to qoyuruq. Sonra our teacher has just told us that we will have an exam. Bizim imtahanımız olacaq. Qrammatikadan olacaq. In grammar. Nə vaxt olacaq? Friday, on Friday morning. Next week-də çıxaq olur. In 10 çıxaq. Cavab 71-də A bəndi olur. 72. Burada biraz diqqətli oluruq. Tərcümə söhbəti var. Deyir, ikinci mərtəbə, birinci mərtəbənin harasındadır? Above, üzərindədir. Amma üçüncü mərtəbənin altındadır, yəni aşağısındadır. Cavab A bəndidir. Above, üzərindədir. Below, aşağısındadır deməkdir. Gəlin tərcümə edeyim yenə. Deyir ki, birinci mərtəbə hardadır? İkinci mərtəbənin harasındadır? Above-ındadır, aşağısındadır. Sonra deyir ki, amma üçüncü mərtəbənin, ikinci mərtəbənin gedir söhbət. Üçüncü mərtəbənin harasındadır? Below, aşağısındadır. My granny is good at. Nədəsə yaxşı olmaq. Good at listening. Listen da to ilə. At to. Cavab A bəndidir. Arrive to the station. Arrive at the station'dır. Bir səhvdir. Get to the station. Leave the station. Approach to ilə işlənməz. Sevmir söz önlərini. 1-dən 4'ləri çıxırıq. Cavab 2, 3, 5. Get to çatmaqdır. Düzgündür. Leave the station. Stansiyanı tərk etməkdir. Yola düşmək desək leave for olardı. Yəni ikisi də düzgündür. Sadəcə məna fərqi var. Deməli, cavabım 2, 3. Reach the station. Reach də söz önünü sevmir. 2, 3, 5. Deməli, come up to the house. Evə yaxınlaşmaq. Come up to bir ifadədir. Yaxınlaşmaq deməkdir. Sonra baxırıq. Approach. Burada özünə sonra söz önünü sevmir. Bu 2 səhvdir. 2'ləri çıxıram. Sonra get to the house. Evə çatmaq. Get to ilə işlənir. 3 düzgündür. Reach özünə sonra to istəmir. 4'ləri də çıxaq. Burada heç nə verilib bilmirəm. Come out of the house, evdən çıxıb gəlmək 5 də düzgündür. 1, 3, 5 də cavab var. Belə variant A bəndi. Deməli, approach sözünü sevmədi, reach sözünü sevmədi. Elə ona görə səhvdir variantımız. 1, 3, 5. David, deməli, baxın, her what to do. Ona nə edəcəyini ya göstərdi, ya izah elədi, ya dedi, ya da söylədi, ya da məsləhət verdi. Bunlardan birini qoymalıyıq. Baxın, burada söz önü var, yoxdur. Söz önünü explain to istəyir, getdi. Deməli, say to istəyir, getdi. Gəlin 4'dən 3'ləri çıxaq. Cavab oldu D bəndi. 1, 2, 5. Deməli, told to'sunu istəyir. Səhv dedim. Told özünə sonra sözünü istəmir. Bizə istəməyənlər lazımdır. Advice istəmir, show istəmir. Yenə eyni qaydadır. Söz önüsüz işlənənlər lazımdır. Explain to ilə işlənir, say to ilə işlənir. 2 ilə 3'ləri yenə çıxıram. Cavab Y bəndi. 1, 4, 5. Borrow, borc almaq. Bir də different nə ilə işlənir? From-la işlənir. Bunu bilirsiniz. Baxırıq 79-cu testdə. Late gecikmək, wait gözləmək nə ilə işlənir qızlar? For-la işlənir. Cavab eləyir D bəndi. Fond, of-la işlənir. Xoşlamaq. Deməli, ingilislər deyir, xoşlayırlar ki, fond of talking about the weather. Hava haqqında. To olmaz. Havaya söhbət eləmək yox. Hava haqqında danışmaq. Ona cavab A bəndidir. Famous for-la işlənir. Bunu 100% bilirik. İctimaiyyətdə, bunu sizə demişəm. In public işlənir. Deyirsən, tez izah edirəm. Burada cavab B bəndidir 81-də. 82.
Yəni istərcümə də lazım deyil. Buradan deyir ki, məsəl üçün Churchill öz ictimaiyyətdə yəni nitqlərinə görə məşhur idi. Speech nitqləri deməkdir və speech sözü sayılan sözdür. Bunu yadda saxlayın. Baxın, cəmlənib burada da. People are now looking alternativ formaları nə qara bilər? Baxası deyirsən ki, axtarasan. Looking for alternative forms, enerjinin alternativ formalarını. In, un, of energy, for of. Cavab B. The hall was decorated balloons. Deyir ki, zal şarlar ilə bəzədildi, with balloons və güllərlə və şarlarla bəzədildi uşaqların tərəfindən. By the children. Cavab olur Y bəndi 83-də. 84-də də baxırıq. Teachers who want the best deyir ki, uşaqlar istəyir ki, müəllimələr öz uşaqları üçün hər şeyin ən yaxşısını istəyir. For their children. Və onlardan da expect gözləyir. Onlardan from, expect fromla işlənir. Onlardan da ən yaxşısını gözləyir. Expect the best from them. Expect fromla işlənir. Cavab for, from. Cavab Y bəndidir. 85-ci testə baxırıq. Michael looked newspaper and found the article he was looking for. Deməli, qəzeti deyir nəzərdən keçirdi və axtardığı məqaləni orada tapdı. Look suru nəzərdən keçirmək, look for da axtarmaq. Ona görə cavab olur A bəndi. Yenə deyirəm, lookla bağlı siz test görürsünüzsə, o zaman ancaq onu tərcümə eləməlisiniz. Let's go to the cinema. Gəl teatra gedəyin. Shall we? By the way, yeri gəlmişkən what is on? Nizami teatrında mı var? Nizami sinema. Cavab olur D bəndi. To at. Baxırıq 87-ci testdə. 87-ci testdə arrive in London ən rahatı böyük məkandır. On. In on. Cavab A bəndi. Sonra arrive in Baku. Metdə də heç nə olmur. Meet qarşılaşmaq feili özündən sonra sözünü sevmir. D bəndi. Return qayıtmaqdır. Fromdan işlənir. Burada da aynı tarixidir. Ondan işlənir. From on. Cavab Y bəndidir 89-da. 90-a baxırıq. Depend onla işlənir burada. Sonra baxıram ki fine weather I go on foot. Yaxşı havada. Hava nə ilə işlənir? In fine weather. Bunu deməli dünya nigardan əzbərləmişdiniz. How do you go to the office? Deyirsən ofisə necə gedəcəksən? Gedirsən. It depends on the weather. O havadan asılıdır. On wet days I go by bus. Deyir yağışlı günlərdə, nəm günlərdə mən avtobusla gedirəm, amma belə yaxşı havada piyada gedəcəm. 10 footda piyadadır, bunu bilirsiniz. Fikir verin, burada 10 wet daysdə də yenə 10 işlədibdir. Deməli 91-ci testdən davam edirik. They sailed for months. Onlar aylarla üzdülər balaca gəmilərində və arrived gözəl bir ölkəyə çatdılar. In a beautiful country. Country yenə böyük məkandır. Gözəl bir məkana çatdılar və gəmilərində üzüblərsə on the ship olur. On their little ship. Cavab 91-də olur A bəndi. 92-yə baxırıq. Deməli the family left. Deyir ailə tərk elədi. Gecə yarısı at midnight. Arrived gəlib çatdı in New York'a. Arrived in New York at dawn. Sübh çağı çatdı. Bu da ola bilər. Ya da sübh çağından əvvəl də ola bilər. Baxın budur. In New York at in olan cavablar. Biri burada var, biri də burada var. Sübh çağı da atdən işlənər. Onunla ümumiyyətlə işləməz. Amma before dawn sübh çağından əvvəl deyə bilərik. Deməli deyir ki, onlar gecə yarısı yola düşdülər və sübh çağından əvvəl New York'a çatdılar. Arrive in London olur burada. Brownlar Londona gəlib çatdılar in the morning və left it at midnight. Cavab 93-də də D olur. Niyə? Və tərk elədilər onu. Gəlib çatıblar Londona və onu tərk elədilər at midnight. Gecə yarısı in, boşluq at. Cavab D bəndidir. Davam edirik 94-cü testdə. Deyir ki, a person usually feels lonely. Bir şəxs adətən tənha hiss eləyir. Öz dostlarının arasında tənha hiss eləyə bilməz. Amongları çıxırıq. Dostları ilə də tənha olanmaz. Between arasında da tənha ola bilməz. Dostlarınsız, dostları olmadan da tənha hiss eləyir və o xoşbəxtdir dostlarının arasında. Cavab elə Y-dir. Yəni dostları olmadan, dostlarsız tənha hiss eləyir deyə cavab Y bəndi. Mənfi məna bildirən without-dur. 95-də a large crowd deməli geniş insan izdihamı of people headed by two tall men were hurrying. Deməli iki dənə belə deyir, insan deməli böyük insan izdihamı iki dənə uca kişi tərəfindən başçılıq edilən deməli meydana tələsirdi.
Deməli, of-la başlayan iki variantım var. Bir budur, bir budur. Baxın, tutaq ki, bilmirsiniz də nə olacağını. Hal-hazırda mən də bilmirəm. Amma baxırıq burada square sözü təkdədir elə. Between varsa nəyəsə iki dənə şeyin arasında olmalıdır. Deməli, between ola bilməz. Across the square meydan boyunca tələsirdilər. Uzun bir yol boyunca gedib eləyəndə onu across deyirik. Elə cavab C bəndidir. 96-ya baxırıq. Baxın, good mark in history. Hasan fəndən yaxşı qiymət almaq. In, very good da ətdən işlənir də. Bax, heç cümləyə baxmırıq. In ət cavab 96-da olur A bəndi. 97-yə baxırıq. Make progress in. Bax, uğur qazanmaq. Proud of-la işlənir. In of. Cavab 97-də olur D bəndi. Görürsünüz, heç cümlələrə baxmırıq. Qəfəsdədir quş. Qəfəsin içərisində ola bilər. Inside-dır. Sonra qəfəsin outside çölündə ola bilər. Between olmaq üçün qəfəs cəmdə olmalıdır. Ona görə 5-ləri çıxıram buradan. Deməli 2 3-dür cavab. Into da içinə deməkdir. Məsəl üçün deyirəm ki, anam qələmi çantasının içinə qoydu. My mother put the pen into the bag. Bu zaman into işlədirik. 99-da. 99-da məktub Mr. Jacksondandır. Onun by Mr. Jackson da verə bilərik, amma by yoxdur. Mr. Jacksondandır from və bir də Nixon-u açdım. Nixon üçündür. Ola bilər. 2-5. Cavab 7. Arasında yenə olmur. Of-dan dən deməkdir. 2-5. Amma of verməyibdir. Of. Amma burada oturmur. From olur. Besides də başqa savayı deməkdir. I am very sorry. Sorry for-la da işlənə bilər. About da ola bilər. Baxaq. Heard of it on the radio. Onu radiodan eşitmişəm. On the radio olur. 10 olanlar 2 dənə buradadır. Sorry də to ilə işlənənməz. For-la işlənərdi. Onda olur B bəndi. Baxaq. I am very sorry about this accident deyir. Mən bu hadisə haqqında çox üzgünəm. Və yaxud da I heard it on radiodan eşitmişəm. Bu qədər sadə. Düzdür, sorry for-la işlənir. Baxın, indi for qoyaq bura. Vizi qoyanda bəs heard it with the radio. Radio ilə eşitmişəm olmur. Axı radiodan eşitmişəm. On the radio olur. 101-ə baxırıq. 101-də do you live in? Deməli, in sözünü var. Burada elə söz seçməli 2 ilə işlənsin. Abroad sözünü sevmir. 1 getdi. In the center, mərkəzdə. In the village, kənddə. In the summer house, yay evində. Second floor, ikinci mərtəbədə flora görə 10 olmalıydı. Cavab 2, 4, 5. C bəndi. Baxırıq, burada stay at-dir. At-dən at Linda's, Lindagildə. Bunu mən 8. At home, evdə. In the street olmalıydı. Floorda 10 olmalıydı. On the ground floor, in the street. At the hotel, oteldə qalıb ət yeyirik. 1, 3, 5. Cavab Y bəndidir. Oteldir, restoran, sonra universitetdir. Bunlar ətlə işlənir. Baxırıq 103. My mother is work-dən olur. At work. Deməli, cavab 103-də də olur A bəndi.